Hepinizi salamlayıram. Mən tarix müəllimi Nadirxan Sarıyev. Bugün sizlərə Azərbaycan tarixi orta əsrlər dövrünə aid olan yeni bir testin izahına diqqət yetirəcəyik. Bildiyimiz kimi sualımız xəritə sualıdır. Gəlin sualımızın şərti ilə tanış olaq. Şərtdə deyilir ki, Haylandır Hunlarının hücumu zamanı Albaniya dövlətinin paytaxtı. Gəlin ən birinci Haylandır Hunlarının Albaniyaya hücumu tarixinə diqqət yetirək. Bildiyimiz kimi Haylandır Hunları Albaniyaya 462-ci ildə hücum etmişdir və bu zaman Albaniya hökmdarı kim idi? Əlbəttə ki, Arşaça sülaləsinin nümayəndəsi olan 2-ci Vasi Albaniya hökmdarı olmuşdu. Və 2-ci Vasi Albaniya tarixində və eləcə Azərbaycan tarixində ne kimi yadda qalmışdı? Əlbəttə bildiyimiz kimi Sasanilərə qarşı azadlıq mübarizəsinə rəhbərlik edən bir hökmdar kimi yadda qalmışdı ki, bu da ateşpərəstlik dininə imtina edib, yəni Sasanilərin dövlət dini olan ateşpərəstlik dinindən imtina edib xristianlıq dinini himayə edən bir hökmdar idi. Və elə səbəb bundan ibarət idi ki, Sasanilər Haylandır Hunlarını 2-ci Vasiyə qarşı qaldırmışlar. Bu zaman Albaniya dövlətinin paytaxtı hansı şəhər idi? Sualına isə cavabımız Bərdə şəhəri olacaq və niyə, nə üçün? Səbəb ondan ibarətdir ki, çünki bildiyimiz kimi Albaniya dövlətinin iki paytaxtı olubdur. Eramızdan və 4-cü əsrin sonlarında yaranan zaman Albaniya dövlətinin paytaxtı Qəbələ şəhəri idi və Qəbələ şəhəri artıq 459-cu ilə qədər Albaniya dövlətinin paytaxtı olmuşdu. 459-cu ildə isə Sasani şahı Firuzun şərəfinə, Firuz şahın şərəfinə 2-ci Vasi Firuzabad hal-hazırki Bərdə şəhərini saldırmışdı və 459-cu ildən 705-ci ilə qədər Albaniya dövlətinin paytaxtı Bərdə şəhəri olmuşdu və cavabımız Bərdə şəhəri olduğu üçün doğru cavab 2, yəni B variantını götürəcəyik.